Bunu yadınızda saxlayın. Bunun özüm xeyrini görmüşəm. Böyük insanlar da bunun xeyrini görür. Bunu bacarsaz əgər, kim bacarırsa eləsin bunu. Namazı bitirəndən sonra gündəlik namazların hamısının hər birini ayın. Bitirəndən sonra 3 dəfə İxlas surəsi deyin. Qul huvallah surəsini 3 dəfə deyin. 3 dəfə salavat deyin və Talaq surəsinin bu 2-ci ayəsini oxuyun. 3 dənə İxlas, 3 salavat, sonra bu ayə. Və men yettaqillah yec'al lehu məxrəcə və yerzuqhu min haythu la yahtasib. Və men yetevekkel alallah fehuve hasbuh. İnnallaha balighu emri qad cealallahu likulli şeyin qadra. Bunu oxusaz, bundan da sonra Həzrət Zəhranın təsbihini deyirsiniz də, namazdan sonra müstəhəbdə 34 Allah Ekber, 33 Elhamdülillah, 33 Sübhanallah deyəcəksiniz. Yenə də yüklədilər bizi. Yəni amma bir şey deyil də, bu hamısı bir yerdə nə qədər çəkir. Təsbihatla bir yerdə 2 dəqiqə çəksə, 3 dəqiqə çəksə böyük şeydir yəni. 3 dəqiqədir, amma çox fəziləti var. Çox fəzilət. Dillə deyilməyəcək qədər.